Salam, hər vaxtınız xeyir olsun. Dəyərli 9-cu sinif şagirdlərimiz, sizlər üçün 10 möhtəşəm sual izahı təqdim edəcəm. Çünki artıq sizlərin buraxılış imtahanına sayılı günlər qalıb. Məhz ona görə də sona qədər izləməyi unutmursunuz. Əgər videomuzu bəyənsəniz, paylaşmağı da bizdən əsirgəməyin. Rəy yazmaq da həmçinin öz yerində. Keçən sualların izahına 10 möhtəşəm sualdır, möhtəşəm izahı da olacaq. İnanıram, maraqlı suallardır. Başlayaq. Demək ki, yoldaşlar, deyək ki, cədvələ və verilmiş nümunəyə əsasən düzgün fikirləri göstərir. Bağımızdakı sözü haqqında doğru fikir istəyir, bizimki sözü haqqında isə yanlış fikir istəyir. Biz bilirik ki, bağımızdakı söz yoldaşlar, demək, sifətdir, bax, yadda saxlayacaq, sifətdir. Bizimki sözü isə isimdən. Aydın bax, bağımızdakı sifətdir, bağımızdakı sifət edir. Bizimki isə yoldaşlar, nitqsiz baxımından demək, nitqsiz baxımdan isimdir. Üzr istəyirəm. İsimdir, nitqsiz baxımdan. Demək, biz bilirik ki, ümumiyyətlə, dakı və ki şəkilçisindən düzələn sifətlər yalnız adlı dərəcədə olur, bunu bilək. Eyni zamanda, dakı və ki özündən əvvəl qrammatik şəkilçisinin gəlməyinə şərait yaradır. Keçək indi sualımıza. Cümlə üzvlüyü kimi ancaq təyin ola bilir, xeyr, mübtəda kimi də çıxış edə bilər, bağımızdakı sənindir, nə sənindir. Demək, mübtəda da ola bilər, təyin olma yanlışdır. Yalnız sifətin adi dərəcəsində olur, bəli. Çünki ki və dakı ilə düzələn sifətlər adi dərəcədə olur, doğrudur. Bizə bizimki sözü haqqında yanlış fikir lazımdır. Sifətin yalnız hansı soruna cavab verir? Təbii ki, bu sifət deyil, bu isimdir. Bu da yanlış fikirdir. Kökü ilə yarandığı nitq hissəsi eynidir. Təbii ki, sözün kökü də biz əvəzlidir. Yarandığı nitq hissəsi də biz əvəzlidir. Demək doğru. Biz bağımızdakı sözü üçün doğru olan fikir götürəcəyik 2-ni, bizimki sözü üçün yanlış olan fikir isə götürəcəyik 3-ü. Demək, 2 və 3 sənin demək düzgün cavabın. Cavab olacaq D variantı. Gəldik növbəti suala baxaq burada. Demək, 28-ci sual, yəni ikinci sualımızdır bu bizim. Demək, deyək, uşaq olanları görüb dedi ki, deyək ki, mən də oxuyum cümləsində feilin şəkillərini göstərir. Bax, yoldaşlar, uşaq olanları görüb dediyim, dedi təbii ki, burada xəbər şəklindədir, görüb dediyim, görüb feili bağlamadır. Bunu mən, feilin təsriflənməyən formasıdır. Mənə şəkillər desə, təbii ki, feilin təsriflənən forması lazım mənə. Dedi, xəbər şəklindədir, gərək mən də oxuyum. Bax, yoldaşlar, gərək mən də oxuyum, kaş mən də oxuyum. Bəzən burada sən bu gərəyi, kaşı görüb arzu kimi düşünə bilərsən, amma diqqətli olur ha. Sən burada heç bir halda arzu şəkilsini görmürsən. Oxu və Bax, yoldaşlar, dedi, xəbər şəklindədir. Oxuyum isə yoldaşlar, diqqətli olur, əmr şəklindədir. Xəbər və əmr şəklindədir. Ay müəllim, bunun əvvəlində kaş var, gərək var, olsun, problem deyil. Amma sənin xəbərində arzu şəklinin şəkilçisi hanı? Arzu şəklinin A-ə, ya-yə. Varmı? Yoxdur. Demək, şəxs sonluğu təbii ki, əmr şəklinin göstəricisidir. Cavabınız 28-də B variantı. Baxıla da siz diqqətli olacaqsınız. Demək, növbəti 29-cu suala baxaq burada. Demək, sifəti əvəz etmiş əvəzliyin işləndirir cümlə. Bax, yoldaşlar, əgər əvəzlik sifətə əvəz edibsə, fərqi yoxdur. Hansı əsas nitq hissəsini əvəz etsin, mütləq həmin nitq hissəsi yoldaşlar sualına cavab verməlidir. Əgər sifəti əvəz edibsə, təbii ki, sifətin sualına cavab verməlidir. Aydın olur mu? Baxın, sənsiz keçən ömür deyildir. Ümumiyyətlə, burada əvəzlik yoxdur. Çünki sənsiz söz elə sifəti mən əvəzlik lazımdır. Necə test verim sənə? Çətin test verim mənə. Bax, necə test? Necə burada sual əvəzlidir və sifəti əvəz edir? Çünki sifətin sualıdır. Necə sual? Aydın olur mu? Digərlərinə baxa, sənin cavabın oldu B variantı. Müstəqilliyimizin neçə yaşı var bilirsənmi? Neçə burada? Demək, sayı əvəz edir. Çünki sual əvəzlidir və sayı sualıdır. Eləsinə, beləsinə, nə deyəsən beləsinə, kimə, eləsinə ismi əvəz edir. Elə danışırdı ki, sanki olanlardan heç xəbər yoxdur. Elə sözü burada demək əvəzlikdir, zərf əvəz edir. Çünki hərəkətə aid deyil. Bu da getdiyi yerdə qaldı demək B variantı. Gəldik, növbəti 30-cu suala baxaq burada. Deyir ki, bir qədər yaxınlaşdırım, Demək, yoldaşlar, bizə deyir,
Tərz hərəkət zərfinin feili bağlamaya aid olduğu cümlə bizə tərz hərəkət zərfi feili bağlamaya aid olmalıdır. Ora bura baxdıqca başım fırlanırdı. Bu ora bura yer zərfidir. Demək tərz hərəkət zərfi deyil. Bu getdi. Yaxşı əxlaqı olan adamda yaxşı cəhətlərin hamısı cəmlənimdir. Ümumiyyətlə burada feili bağlama yoxdur. Tamaşaçı çox oynadıqca burada demək miqdar zərfi feili bağlamaya aiddir. Mənə deyil tərz hərəkət zərfi olsun. Yavaş danışa-danışa yolun yarısına qədər gəlmişdir. Yavaş sözü tərz hərəkət zərflidir. Danışa-danışa yəni danışaraq. Bu da feili bağlama. Demək, tərz hərəkət zərfi feili bağlama aiddir. Yada saxla, təkrar olunan sözlərdə A şəkilçisi gördünüzsə, sən bunu araqdan əvəz edə bilirsənsə, o feili bağlamadır. Danışa-danışa, danışaraq. Sənin cavabın oldu D variantı. Gələk, 31-ci suala təbii ki. Deyir ki, şeir parçasının neçənci misrasında anonim söz işlənməmişdir. Bizə anonim söz işlənməmişdir yazır. Görürəm yaz yağışı. Yaz sözü anonimdir. Bir yazmaq feili, bir fəsil. Təbii ki, burada anonimlik var. Yağır hiddətlə yenə yağmaq sözü. Baxın yoldaş, yağ anonimdir. Bir yemək pişirmək istifadə etdiyimiz o qida, həmçinin yağışın yağması var. İldırımlar şaxıyır, göydə dəhşətlə yenə. İldırımlar şaxıyır, anonim yoxdur. Göydə dəhşətlə yenə ifadəsində burada göy sözü məhz anonimdir. Bir rəng, bir də səma. Demək, üçüncü misrada, bizə deyirsənizin misra, üçüncü misrada anonim söz yoxdur. Gələk növbəti suala, 32-ci suala baxın. Addım və hətta sözlərinin fonetik təhlilindəki səhv fikirləri mühüm. Baxın, təbii ki, biz deyirik ki, addım sözü olduğu kimi yazılıq, yəni olduğu kimi tələffüz edildiği halda hətta söz yoldaşı olur, hətta. Boşa tığlardan biri duyuya çevrilir. Baxın, hər ikisinin yazılışı və deyilişi arasında bir fərqli məqam var, yanlışdır. Çünki addım sözündə yazılış və tələffüz fərqlənmir. Eyni samit qoşallığı iştirak etmişdir. Xeyr, eyni samit qoşallığı yoxdur. Çünki burada tığdır əvəzlənməsi baş verir. Bu da yanlışdır. Sənin yanlış fikrin 1-2 təbii ki, ola bilər. Bir baxaq. İki heyecanlı sözdür, bəli. Heyecanı soruşursa təbii ki, biz sözün yazılışına baxırıq. İki heyecanlı sözdür. Hər iki sözdə d samit səsi iştirak etmişdir. Bəli, addım da var. Təbii ki, burada hətta tığdır əvəzlənməsi baş verir. Var. 5 səsdən 5 hərfdən ibarət təbii ki, səs artım, səs düşüm olmadığı üçün biz 5 hərf, 5 səs deyə bilərik. Sənin səhvin oldu demək E variantında. Gələk növbəti sonra burada baxaq. Deyək, cədvələ əsasən verilmiş şeir parçasındakı sözlər və bağlı doğru fikirləri göstərir. Bizə təbii ki, doğru fikirlər lazımdır. Bir mərd və sınanmış qonşu tap ki, yəni qonşu o qədər mərd və sınanmış olmalıdır ki, sən tap ki, sən ona qonşu olub ev tikdirəsən. Baxın yoldaşlar, ev isimdir, adlı xaldadır, xeyr, adlı xalda deyil. Ev tikdirəsən, evi tikdirəsən, bu qeyri-müəyyən təsirli fəaldadır, yanlış fikirdir. Yanlışlıqla doğru verib, mənə lazım deyil. Ki ədatdır, bu isə sadədir. Bir qonşu tap ki, özündən və xəbər gəlibsə, özündən sonra vergül işarəsi var, təbii ki, bu ədat deyil, bu bağlayıcıdır, yanlış qabağından doğru verib, lazım deyil. Tap təsirlənən feildir və əmr şəklindədir, təbii ki, feil əmr şəklindədir, doğru qabağından yanlış verib, yenə mənə lazım deyil. Ona əvəzlikdir, ismi əvəzidir, kimə, ona, ismi sonra cavab verir, ismi əvəzidir, doğru verir. Tikdirəsən feildir və şərt şəklindədir, tikdirəsən demək şərt şəklində deyil, kaş tikdirəsən arzu şəklindədir, tikdir, sən. Təbii ki, burada ə-yə arzu şəkildir, şərt şəkili deyil, yanlış, qabağına yanlış verir. Bizim uyğun cavabımız oldu yoldaşlar 4 və 5. Doğrunu qabağına doğru verir, yanlışın qarşısında da yanlış verir. Gələk növbəti suala. Hansı cümlədəki isimlər hamısı eyni halda işlənmiş? Baxın dostlar, bizə hamısı eyni halda lazımdır. Deyirlər ki, ana haqqı, ana sözü təbii ki, burada yer haldadır. Elə deyil, ananın haqqı adlı haldadır, mənə lazım deyil.
Abbasova bürünc medal üçün yarışılırdı. Abbasova təbii ki, adlı haldadır. Çünki o görülük şəkilçisi deyil, o leksik şəkilçidir. Demək ki, soyadı bildirir. Bürünc isimdir, medal isimdir, hər üçü isimdir və hər üçü də adlı haldadır. Vətəndaş haqq və hüquq olan dövlətdə, dövlət yenik halda olan halda vətəndaş adlı haldan istəmirəm. Fatma xala mənim corab bağladı, corabı bağladı. Corab təsirli haldadır, Fatma xala adlı haldadır. Vətən mənə oğul desə, oğulu desə, oğul sözü təsirli haldadır. Vətən sözü isə adlı haldadır. İstəmirəm. Yerdə demək qaldı bizim cavab yoldaşlar B variantı. Abbasova bürünc medal üçün yarışırdı. Bu ifadə bütün sözlər adlı halda işlənmişdir. Gəldik növbəti 35-ci suala baxaq burada. Demək, sayı mənancın növünün hər ikisinə aid. Baxınız, biz bilirik ki, sayı mənancı iki növ var. Miqdar sayı və sıra sayı. Biz elə bir nümunə tapmalıyıq ki, orada həm miqdar sayı olsun, həm də sıra sayı olsun. Aydın olmazdır. Deyirəm, mən 1000 il əvvəl də gələ bilərdim, 1000 ildən sonra da ölə bilərdim. Burada təbii ki, sıra sayı yoxdur. Yer verənsən 6 alansan, 5 verib 15 alansan, sıra sayı yoxdur. Bir sevi kəlməsi gizlənəcəksə, axırıncı misrandan bezəcəksənsə. Bir burada təbii ki, bir burada miqdar sayıdır, axırıncı da sıra sayıdır, 3. Baxışlar nə qədər həlim olarmış, gözün zarafatı zülüm olarmış, zülümün axırı ölüm olarmış. Demək ki, burada miqdar sayı yoxdur, sıra sayı da yoxdur. Birinci məsələ bundadır ki, çox adamın yurdu dağılacaqdır hələ. Birinci sıra sayı, çox da miqdar sayı. Sənin cavabın oldu 3 və 5, yəni B variantıdır. Gələk növbəti. Demək, 10-cu suala baxaq burada. Görək ki, söhbət nədən gedir. Deyir ki, cədvəl isə uyğunluq müəyyədir. Baxaq. Tüm qara verilmiş fiil. Sorak itər, sir gizlənər, söz batar, günəş doğar, əzizlənər, tez batar. Deyir ki, günəşin doğmağı qayış növdür. Baxın, yoldaşlar. Ümumiyyətlə, feilin qrammatik məna növlərində çətinliyiniz varsa, ümumiyyətlə bizim YouTube kanalımızda feilin qrammatik məna növlərinin çox rahat bir izahı var. Baxın, yoldaşlar. Qayış növü şəkilçisi hansılardır, yoldaşlar? I şəkilçisidir, demək, I şəkilçisidir, üstad en şəkilçisidir. Bunların hansı var mı burada? Xeyr, doğar sözü yoldaşlar məlum növdədir, ya da saxlayar. Qayış növdə deyil, yanlış. Kəsilib qapıdan gedib gələnim, yox millətə qananın, yox mətləb qananın qədir bilən. Şəxsiz növdə xeyr, şəxsiz növ deyil. Qapıdan kəsilmə şəxsiz növ deyil, təbii ki. Bu da getdi. Məcnun dərs oxuyur kitabı leyli, məcnun sərxoş olub şərab leyli. Məcnun növdədir, sərxoş olmaqda hanı məcnun növün şəkilçisi yoxdur? Bitdi ömür səhifələri, təzələri, köhnələri. O qalxdığım pillələr inə-inə qocalıram. Qocal, Qur'an. Bu söz təbii ki, məlum növdədir. Çünki birincisi, burada əgər düşünsən ki, qayış növdədir, qayış növü şəkilçisi yoxdur. İkinci, demək ki, şəkilçi burada sifətə qoşulur. Bizə lazımdır, növü şəkilçisi feilə qoşulsun. Məlum növdədir, bəli, D variantı. Çatdır ona arif gəlmiş, dərdindən öldüyü hərif gəlmiş. Baxın, yoldaşlar, burada çatdırma ifadəsi feilin icbar növündə deyil, məlum növdədir. Çünki icbar növdə 3 şəxs iştirak etməlidir. Təsirlidən düzəlib, təsirli olmalı köhnə variantı desə, çatdır sözü təbii ki, burada demək ki, məlum növdədir, icbar növdə deyil. Bu da yanlış fikir, cavab oldu 10-cu sualımızda D variantı. Belə dəyərli yoldaşlar, 10 möhtəşəm sualın izahını sizlərə dəstək məqsədi ilə izah etdim. Növbəti video izahda görüşəcəyik. Abunə olmağı, bəyənməyi, rəy yazmağı unutmayın. Minnətdarım.